Deməli uşaqlar, biz ta aşağı siniflərdən artıq bir məhsullu tənliklər həll eləmişik. Sadə formada və ya mürəkkəb formada. Gəlin birinci mövzu izahına keçməmişdən əvvəl biraz sadə tənliklərdən həll eləyək də bildiklərimizdən. Ən sadə bir tənlik götürək. Məsələn, 2x böyükdür, üzrlü sayın, bərabərdir nəyə? 5-ə. Düzdür? Hər tərəfi neyniyəcəm? 2-yə böləcəm. X bərabərdir 5 bölünsün 2. X bərabərdir neçə? 2,5. Yaxud mənfi 2x bərabər olsun 3x-də 2-yi daha yazmıyorum. Mənfi 3x bərabərdir 21. X bərabərdir hər tərəfi neyniyərəm? Mənfi 3-ə bölərəm. 21 bölünsün mənfi 3. X də bərabərdir nəyə? Mənfi 7. Yəni bir sözlə bu bir məhsullu tənlik deyəndə başa düşmək lazımdır ki, dəyişən orada nədir? Bir dənədir. Yəni iki dəyişənli deyəndə x var, y var və s. düzdürmü? Amma bir məhsullu deyəndə orada dəyişən bir dənə ola bilər. Deməli, ilk başda xətti tənlikləri izah eləyəcəm sizə. Xətti tənliklərin ümumi quruluşu bu cürdür. AX bərabərdir 5 şəklində. Burada bir neçə hal mövcuddur. Ən əsas baxırıq birinci hal. A böyükdür 0 olsun. Düzdürmü? Daha doğrusu heç belə də yazmayaq. 3 halını belə yazaq. Olsun AX bərabərdir B. Deməli, A fərqli olsun 0-dan. İkinci halda olsun A bərabər olsun 0-a. B-də bərabər olsun 0-a. Bura. Ya da B də bərabər olsun 0-a. Belə arzulı eləyək. İkinci. Üçüncü halda isə olsun. A bərabər olsun 0-a. B 0-dan isə nə olsun? Fərqli olsun. Tutalım ki, Bu indi qeyd təhlükə eləyəcək. Bir hal üçün nümunə yazaq. A-ya uşaqlar 0-dan fərqli istənilən bir ədəd deyin görək. məsələn 5 qoyaq. 5 Məsələn 5. Onda 5x bərabərdir. B-yə də istənilən qiymət yaza bilərik də. Çünki B istənilən həqiqi ədəd ola bilər də. Çünki şərt qeyd eləməmişik. Bəli. B-yə bir qiymət Bəli. 20. 20. X bərabərdir. Hər tərəfi 5-ə böləndə neçə elədi? 4. Bəli, Məsələn, aydın. 0 qiyməti yazaq B-yə. 5x bərabərdir 0. X bərabər 0 5-ə böləndə nə elədi? 0. 5x bərabərdir mənfi 20, x bərabərdir mənfi 4. Demək, hər dəfə tənliyin neçə kökü oldu uşaqlar? Bir kökü Bir. olur, düzdür? Bəli. X-in bir kökü olur. Onda qeydimizi aparsaq, nə yazaq? Bir həll, düzdür? Mhm. İkinci hal üçün yoxlayaq. Nə demişik? A 0 olsun. A-nın yerinə yazsam 0, vur x. B-yə də yazacam nə? 0. X-ə istənilən qiymət versək. Çünki A da yoxdur, 0-dır. B də 0. B-yə istənilən qiymətliyi yazaq hələ məsələn. X-ə nə yazaq? Üzr istəyirəm, B-yə yox X-ə. Hər bir ədəd vursan 0 olur. Məsələn 6, 7 uşaq. Mükəmməl. Deməli 6, 7, 0, mənfi 5 nə yazırsan yaz. Ödəyirmi uşaqlar? Məsələn 5 Bəli. yazsam ödəyir. X-ə mənfi 5 yazsam ödəyir. X-ə 0 yazsam ödəyir. 3 dənə qiymət yoxladıqda müsbət, mənfi və 0. Onda nə yazar buna? Sonsuz. Sonsuz. Sonsuz sayda nəyi var? Həlli var. Düzdür? Bəli. Bəli, müəllim. Üçüncü hala baxaq. Demək, bura qeyd eləyək üçüncü halı. Bax, burada qırağa çıxaq. Olsun üçüncü hal. Uşaqlar, A-ya 0 qiyməti yazacaq. 0 vur x bərabərdir. B amma 0 ola bilməz. Düzdür?
O mümkündür müəllim elə bir şey. Mən də onu deyirəm də mümkün deyildi. Bəli. Bəs elə eyni fikirdə olacaq. Bir dənə qiymət deyin sıfırdan fərqli uşaqlar. 7, 10. Nihatdan başqa dərsə qoşulan yoxdur da belə çıxır. Mənim səs bazıdır 5, 6-sı. Deməli 0 vur x yazdıq 5. Uşaqlar buradan görsənir ki sol tərəf nədir? 0. Sağ tərəf nədir? 5. Bu da mümkün deyil. Düzdür ya? Nə qiymət Bəli. yazırsan sıfırda sonsuz saydadır, amma sıfırdan fərqli heç bir qiymətdə bu ötəlinin həlli yoxdur. Onda nə yazaq? Həlli yoxdur. Daha doğrusu Yoxdur. belə deyək də, həqiqi həlli yoxdur. Çünki biz Tamam. öyrəndiyimiz ədədlərə həqiqi ədədlər demişik, düzdürmü? Ona görə Tamam. ənənəyə sadiq qalaraq deyək ki, həlli yoxdur deməyək, həqiqi həlli yoxdur deyək. Düzdür? Düz. Bəli. 3 halı qeyd edirsiniz uşaqlar dəftərlərinizə. Bax, pillə-pillə keçirəm ha. Tələsdirmədən keçirəm, tələb eləyəcəm. İndi buna uyğun heç topluya keçməzdən əvvəl özümüzdən bir neçə biraz məsələləri mürəkkəbləşdirək qeyd eləyək. Silə bilərəm uşaqlar bunu. Bəli, Bəli. 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 Deməli, belə bir tənliyimiz var. Deyir ki, A çıxılsın 2, vurulsun X bərabərdir B üstə gəlinsin 15. Deyir ki, xətti tənliyinin sonsuz sayda həlli varsa A plus B cəmini nədir? Tapın. Sualdır uşaqlar. Biz bilməliyik sonsuz sayda həlli olması üçün X-in nəyi? Əmsalı idi da bu az öncə dedik. Nəyə bərabər olmalıdır? Sıfıra. Bir də sağ tərəf, yəni B də bərabərdir sıfırda. Düzdürmü? A da bərabərdir sıfır. B də bərabərdir sıfır. Uşaqlar, az öncə dediyimiz A ilə bu A arasında fərq var da, düzdürmü? Niyə fərq Bəli. var? Çünki A demək şablon şəkildə A-nı əzbərləmək deyil. X-in yanında dayanan əmsaldan söhbət gedir uşaqlar. X-in yanında dayanan əmsaldan. Ağayev Aha, bəli. Xalid. Səsi aç. Cem Bəli, qoşulsun müəllim. göndərsin. Bəli, müəllim, qoşulmuşam. Görüntünü aç. Xalid aça bilmir, bu dərslik keçmişik. Qoşulmuşam, bir dəqiqə açıram. Reaksiya verin ki, bilim dərstəsiniz. Deməli uşaqlar, A-nı, B-ni şablon şəkildə əzbərləmək olmaz. X-in yanında dayanan əmsal sıfır olanda, bir də ki, sərbəst hədd sıfır olanda, hamısı sıfır olanda, deməli tənliyin sonsuz sayda həlli var. Bəli. Burada A nə deməkdir əslində? Açıq 2 deməkdir, düzdür? B Bəli, isə nə deməkdir? B əslində B plus 15 deməkdir ifadədə. Onda açıq 2 də bərabərdir sıfıra, B üstəgəl 15 də bərabərdir sıfır olmalıdır ki, tənliyin sonsuz sayda həlli var. Buradan A üçün 2 qiyməti tapırıq, mənfi 15 tapırıq. A plus B deyilsə, 2-nin də üzərinə mənfi 15-i gəlsə, nə inəyəcək? Mənfi 13 inəyəcək. Artıq fikir formalaşdı mı? Əzbər eləyəcəksə bunu, əzbər əlbəttə bilmək lazımdır. Yəni, başa düşmədən əzbər yazacaqsa uşaqlar, bu artıq, necə deyimi, olacaq mənasız bir, bizim üçün xeyri olmayacaq da, 3 günə yadımızdan çıxacaq. Hamısının mahiyyətini başa düşmək lazımdır. Bərabərliyin eyni anda sağ və sol tərəfləri hər tərəfi sıfıra getsə, deməli tənliyin nə qədər həlli var? Sonsuz sayda həlli var. Bu cür başa düşmək lazımdır. Başqa bir nümunəyə baxaq. Olsun, B kvadratı minus 1
vurulsun x bərabərdir b plus 1 tənliyinin həlli yoxdur. O sıfıra beraber bir sıfırdan fərqli. Yoxdursa, bəli. Yəni x-in əmsalı nə olmalıdır Ceyhun? Sıfır. 0. Yo yo. Bəs Xalid b plus 1 nə olmalıdır? Sıfırdan Sıfırdan fərqli. fərqli olmalıdır. Ay sağ ol. Çünki o zaman yazaq uşaqlar. B kvadratı çıx 1 bərabərdir 0. B plus 1 fərqlidir nədən? 0-dan. Düzdür uşaqlar. Bunu vuruqlara ayıraram. B minus 1, B plus B 1 plus 1. bərabərdir 0. Kvadrat tənlikdə sağda kvadrat tənlikdir. B1 bərabərdir 1, B2 bərabərdir mənfi Mənfi. 1. İndi baxın görün burada nə toqquşma baş verəcək. B isə burada fərqlidir nədən? Mənfi Mənfi 1. Mənfi birdən. Düzdür? Mənfi Yaxşı. 1 olan 0 olur. İndi diqqətlə baxırıq. B-yə biz mənfi 1 versək. Düzdürmü? Bəli. Mənfi 1 versək, burada 0 olacaq, burada 0 olacaq. Düşünürsünüz? Bəli. Bəli, sıfır olur. Onda sonsuz sayda həll olacaq. Onda bu B bərabərdir mənfi 1 burada təksib elədiyi üçün nə elədim? Üstünü xəttlədim, getdi. Amma B-yə bir qiymət verəndə həqiqətən burası 0-a çevrilir, bura isə 0-dan nədir? Fərqlidir. Fərqli. Ona görə tənliyi nə qədər? B-nin bir sözlə bir qiymətində tənliyin həlli yoxdur. Yox. Bəli. Aydındır. Uşaqlar, bu suala keçməzdən əvvəl Ceyhun, Xalid, Röyal, sizdiniz də ayağını dərsdə, düzdürmü? Bəli. Bəli. Oradakı sual neçən səhifədə idi? Mən bir dənə kitab baxım. Nə zəhmət olmasa onun səhifəsini deyim, mən suala baxaq. Mən səhifə %42. Səhifə 100. Çox getdik. Aha, bu sual. Deməli uşaqlar, A çıx B kiçikdir, yox, deməli A çıx 5 vurulsun x minus 8 böyük bərabərdir 2A çıx 14-dən. Düzdür uşaqlar? Biz 2 ala orada baxırdıq da, A böyükdür 5-dən. Çünki axı bilirik də x-in bərabərliyin sağ və sol tərəfini elə deməli mənfiyə böləndə işarə dəyişir axı. Bəli. Bəli. Aha. Bəli. Onda yenə hər tərəf bir dəfə böyükdürə baxmışdıq. X minus 8 böyük bərabərdir 2A çıx 14 bölünsün A çıx neçədən? 5-dən. Buna baxdıq, özdə bir neçə dəfə baxdıq da, düzdürmü bu şeyə? Deməli, x böyükdür 2A çıx 14 bölünsün A çıx 5 üstə gəl nəyə? 8-də x-i tapırıq. Burada da deyir ki, ən kiçik tam həlli nədir? 9 olarsa, düzdürmü? Bəli. 9 olarsa. Ən kiçiyi 9-dur. Deməli, bura 9 yazsaq, düzdür, ən kiçik halı üçün. Onda
Olacaq 2a minus 14 bölünsün a çıx 5, düzdürmü? Üstə gəl 8 kiçikdir nədən? 9-dan, düzdür? Ben kiçik beraber. Hı -hı. Demək, bunu düşə bilmir aşağı. O biz kimi deyil. Deməli, oldu. 2a çıx 14 bölünsün a çıx 5 kiçikdir. Bu tərəfə açaq 1 kiçikdir 0, düzdürmü? Hı hı. Ha. Burada bərabər də var da, düzdür? Bərabər. Bərabər, bərabər. Bərabəri haralarda unutmuşuq, unutmamışıq da yox. Deməli, orta məxrəc nədir? A çıx 5, 2a minus 14 minus a, düzdürmü? Plus Evet. 5 kiçikdir bərabərdir 0-dan. Uşaqlar sol tərəfə keçək, burada yer yoxdur. Aha. Deməli, A gelir A. A-dan çıxdıq. A çıx 9 bölünsün. Bölünsün A 5. çıx 5. Deməli, kiçikdir bərabər 0. İntervalımızı qursaq uşaqlar. Deməli, eyni yerə gəlir. Fikir verirsiniz uşaqlar. Az öncə də Evet. biz buna gəlmişdik də, düzdür? Bir dənə Evet. burada şeyi boş götürməliydi, çünki 5-i. Bir şey mənfi olur, o da əldə olunur. Yox. 5 axı məxrəcdədir. Yox, mənfiyə baxmır. Nə oldu? Məxrəcdədir Bir şey deyə oldu. götürə bilmirdi. Nə olsun bərabərdir. Bura 9-dur, bura nədir? 5. Deməli, bu gəlir plus, minus nə? Plus. Bir. Yəni, bir sözlə 5-dən hara qədər? 9. 9-a qədər. Düzdür uşaqlar? Bir sözlə Tamam. 6, 7, 8, 9. Bizə də bu 6, 7 lazım deyil də 8, 9 lazımdır. Düzdür? İndi Bəli. gəlin o məsələni aydınlaşdıraq. Biz burada ilişmişik də, düzdür uşaqlar? İkinci hala nəyə baxaq? Burada birinci mənfi halada baxaq. Olsun x minus 8 onda kiçik bərabərdir. 2a minus 14 bölünsün. A çıx neçədən? 5-dən. Olacaq x kiçikdir. Mənfiyə böldükdə işarəni dəyişmək üçün. Niyə? A kiçikdir. A minus 5 kiçik bərabərdir 0. Daha doğrusu kiçik 0. A da kiçikdir 5-dən. 5-dən olanda axı bu 4-dən 5-i çıxanda məsələn mənfi edir. Bərabərsi mənfi böləndə ağzı dəyişir də. Oldu. 8 üstə gəlinsin. Keçirtdik axı bu tərəfə. 2a minus 14 bölünsün nəyə? A çıx nəyə? 5-ə. Düzdürmü? 5. Burada onsuz mənası olmayacaq. Niyə mənası olmayacaq mənfin? Uşaqlar, burada deyir 9-dan böyük olsun, amma burada 9-dan kiçik olacaq da fikir verirsiniz. Çünki kiçik yazmışıq axı. Evet. Bərabərliyin ağzı dəyişdi də. Bax, fikir verirsiniz. Deməli, mənfi üçün heç ümumiyyətlə mümkün deyil. Çünki x-in ən balaca qiyməti 9-dursa, burada ən böyük qiyməti 9 olacaq. Fikir verirsiniz. Məsələn, bura 1 kimi yanaşsam, 8-də 1 neçə eləyir? 9. Az öncəki kimi. Onda nə olar da x belə olur da x kiçik bərabərdir 9. Burada ən böyük qiymət 9-dur ya ən kiçik qiymət 9-dur. En En küçük. küçük. X kiçik bərabərdir 9-da. O en büyük. Ən böyükdür də ən böyük 9 ola bilər. Deməli, ümumiyyətlə bu mümkün deyil. Az öncə də gəldi, burada mümkün cavab çıxmadı, düzdürmü? Ona görə yenə qaldıq nədə? 5-9 arasında. İndi bizim işimiz nədir? 5-9 arasında 6 ilə 7-nin qiymətlərini də yazırsan yerinə ödəmir də, düzdür?
Gəlin burada nəyə baxaq? Yenə qaydaq. Bizə bu hissədə bir qolun həll eləmişik də. Bax, baba burada. Onda yenə yazaq. Olsun. X böyük bərabərdir. Uşaqlar, 8 üstə gəlinsin. 2 açıq 14 bölünsün nəyə? Açıq 5-ə. Burada fikirləşək. Burada ən böyüyü onsuz da 9-u seçdik. 5-dən 9-a qədər yazmışıq. Bu cibimizdədir, söz yox. Amma indi bir dənə bir şeyə burada nə diqqət edin. Burada tutalım ki, belə olsa x böyükdür. 8 tam atıram bunu. Onda birdən. Heç 9 olmasın da. 8 tam onda birdən böyük tam ədəd hansı da ən balacası? 8. 9. Yenə Ha, 9. 10, Deməli, 9 var. 8-dən bir balaca ədəd yuxarı keçsə artıq bizim dediyimiz cavabı ödəyir də, düzdürmü? Bəli. Onda buna mən sıfırdan istənilən böyük qiymət yazsam, məsələn 0,1 artıq ödəyir, 0,2 ödəyir, atıram, amma ki konkret deyil də. Onda bir sözlə 2a minus 14 böl a çıxıq 5-ə. Bax, fikir verirsiniz. Sıfırdan böyük istənilən qiyməti yazsam artıq ən balaca qiyməti 9 eləyir. Bax, məsələn 8,1, 100-də 1, 1000-də 1. Bizə kəsir hissəni soruşmur axı, tam hissəni soruşur. Ben. Bəli. Bəli. Onda buradan da intervalı qursaq, bax bu nə oldu? Hər tərəf 2-yə bölsəm açıq 7 olar da, bura 2-ni mötərizə xarici çıxır. Kökü. Aha, ben. Bir sözlə A1 7-dir, A2 neçədir? 5-dir. Onda intervalımızı quraq yenə burada. Yer olmadı. Yenə 5-i boş saxlayaq. Burada 7-ni də boş saxlayacağıq da artıq. Bəli. Yenə müsbət, bu axıcılığı bilirik də, artıq yazmaq istəmirəm. Deməli, mənfi sonsuzluq 5 arasına yaza bilmərəm. Çünki seçmişik axı A5-dən böyükdür. Düzdür burada. Burada sağa baxın orada. Ben. İndi onda mənfi sonsuzluq bu bərabərsizliyin həlli ekrana yazıram bu ortaya. Eləyir mənfi sonsuzluqdan hara qədər? 5-ə birləşsin 7-dən nəyə qədər? Müsbət sonsuzluğa. Onda mənim sonsuzluqdan 5-ə qədər seçə bilmirəm. Çünki A-nı 5-dən böyük seçmişəm. Onda hara seçəcəm? 7-dən müsbət sonsuzluğa. Düzdür? İkincisi nə idi? 5-dən 9'a 9-a. kadar. Bu kəsişmə 9'a. hara olacaq onda? 7-dən hara qədər? 9-a qədər. 9 da daxildir. Onda 8, bu da nə? 9 ancaq bura. Tam olaraq 8-dən 9 daxil olar. Bu da cəm eləyər 17. Biraz düşündürücü sualdır. Nətər düşündürücüdür? Biraz diqqətli olmaq lazımdır. Seçmə ilə də fikir verdisə 6 ilə 7-ni biz tapmışdıq, söz yox. Bərabərsizlikdə. Amma 6 ilə 7 bura nədir? Daxil olmurdu. Qiyməti yerinə yazanda da ödəmirdi. Yalnız amma 8 ilə 9 ödəyir. 9-dan da keçəndən sonra yenə ödəmir. 5 9-un qiymətini düz seçmişik bura qədər. Amma bundan sonra unutduğumuz bir şey olub ki, deyir ki, tam qiyməti 9 deyir də. Demir ki, 8 tam milyonda birdən və ya nədənsə 8-dən biraz böyük ədəddən, daha doğrusu 8-dən böyük ədəd artıq tam ədədi neçədir? 9. Tam aydın oldu uşaqlar. Bəli. Ben. Ben. Qaydaq bölmüyə. Nihat, Rahid, Əbid bərabərsizliklə tanışsınızmı? Bəli, müəllim. Ben. Rahid. Bəli, müəllim. Nasıl maşallah, uşaqlar o nə olsa bəli deyir. Xeyr bizlik deyil ya. Ya bunları vaxtında işləmiş. Deməli, hansı səhifədə idi indi? 68. 68.
Deməli, bir-bir uşaqlar. Buradan işləyək bir-bir. Növbə ilə, köməklə. Birinci sual adi bir tənlikdir, düzdürmü? Xətti tənliklər. Əlbəttə ki, Bəli. kömək eləməyəcəm, nə də yazmayacam. İkinci həmçinin, üçüncü həmçinin eyni, dördüncü elə. Gəlin beşinciyə baxaq. Başda kim var? Caniyev T. Tuz. Eləmi? Sağ ol. Mən bir səhifə bilmədən yazmışam ona. Ay, Bilmirəm içmədən. maşallah. Bunu yazmışam ona. Onda sən 5-ci suala kömək elə. 5 vurulsun A üstə gəlinsin X. Uşaqlar, bu dərsi qeyd edirəm. Elə sırf sosiallıq dərsi. A vurulsun paylaşarsınız. Tamam. Bəli. Deməli, tənlikinin sonsuz sayda həlli var. Nə zaman? Hər ikisi sıfıra bərabər olanda kökləri. Bəs axı burada dağınıqda axı X həm sağda var, həm solda var. Neyniyək, Rahid bu? Bəli, müəllim, bəli. Nihat, Yəni 5-i vuraqdan həm ötərəcənin içinə o tərəfdə qalmış. əlbəttə 5A, yaxşı sən kömək eləyəcəyin. 5X Minus çıxılsın 4. 4 bərabərdir. 15 AX Aha, 7A. çıx 7A. Onda nə edəcək bundan sonra? Hər tərəfi bir Bəli. yəni bərabərləşdirməliyik. Bərabərləşdirir. İslam keçirdə bu üzə. Bir sözlə 15-ə. A-ları bir yerə yığaq, X-ləri bir X-ləri. yerə. X-ləri sola yığaq, A-ları sərbəst hədləri bir sözlə sağa yığaq. Olsun 5X çıxılsın 15AX bərabərdir. Bərabər olur.